Yay gələn kimi bir çox insan dəniz kənarına üz tutur. Bəziləri istirahət məqsədi ilə, bəziləri isə sağlamlıqları üçün. Lakin bu zaman təəssüflər olsun ki, bir çox məqam göz ardı edilir. Bugün məhz bunlardan danışacağıq. Dənizdə çimməyin bir çox faydası var. Qədimdən tənəffüs yollarını açdığı, dərinin vəziyyətini yaxşılaşdırdığı deyilən dəniz suyu minerallarla zəngindir. Məsələn, dəniz suyundakı maqnezium stres hormonlarının səviyyəsini azaldır və insanı sakitləşdirir. Həmçinin açıq havada təbii günəş işığı altında üzmək ürək-damar sistemini gücləndirir və əzələləri işlədərək ümumi əhval-ruhiyyəni yüksəldir. Statistik araşdırmalar da göstərir ki, üzgüçülüklə məşğul olanların böyük əksəriyyəti daha xoşbəxt və motivasiyalı olur. Ümumiyyətlə, dəniz havası və yüngül fiziki aktivlik bədənə D vitamini qazandıraraq sağlamlığı möhkəmləndirir. Yapon alimi doktor Masaki Matsumura bildirir ki, günəşin təsiri səhər 10-dan günorta 2-yə qədər dəri sağlamlığımız üçün çox təhlükəlidir. Amerika Birləşmiş Ştatlarında isə dermatoloq doktor Darrell Riegel və epidemioloq doktor Berwick də bu fikri dəstəkləyir. Dənizə səhər 7-10 arası və ya axşamüstü 5-7 aralığında getmək daha təhlükəsizdir. Axşam saatlarında görmə qabiliyyəti azalır, dənizdə məsafə və istiqamət təyini çətinləşir. Axın, girdab riski daha çoxdur deyə bacardıqca dənizə girilməməlidir. Dənizə gedərkən nələrə diqqət etmək lazımdır? Yüksək SPF-li günəş kremləri çək. Papaq və ultrabənövşəyi şüalardan qoruyan eynək tax. Soyuq su bədənə ani şok verməsin deyə suya tədricən gir. Bol su iç. Günəş altında orqanizm maye itirir. Spazm və ya baş gicəllənmə yarana bilər deyə çox yedikdən sonra dənizə girməməyə çalış. Və ən önəmlisi, dənizə getmək üçün uyğun hava şəraiti seç. Su hər şeyi yuyub aparar deyə düşünənlərdənsənsə, onda mənə diqqətlə qulaq as. Bəzi bakteriya, virus və göbələklər dəniz vasitəsilə bədənimizə keçə bilər. Xüsusilə çirkli, nəzarətsiz, çox adamın girdiyi və ya sanitar qaydalara əməl olunmayan sahələrdə bu risk daha yüksək olur. Dənizdə ən çox rast gəlinən infeksiyalar hansılardır? Əgər dərində yara, qaşınma və ya hər hansı bir qızartı varsa, dəniz suyunda olan bakteriyalar o nahiyədən bədənə daxil ola bilər. Nəticədə dəri qızara, şişə, irinləyə və ya qaşına bilər. Xüsusilə Staphylococcus aureus adlı bakteriya buna səbəb olur. Dənizdən sonra qulaqda ağrı, qaşınma, eşitmə zəifləməsi kimi əlamətlər varsa, bu xarici qulaq iltihabının göstəricisi ola bilər. Eyni zamanda suyun gözdə yaratdığı batma hissi, qızartı, sulanma da bakterial və ya allergik göz infeksiyasına işarədir. Bəzən fərqinə varmadan dəniz suyunu uda bilərik. Bu isə ishal, qusma, qarın ağrısı kimi əlamətlərlə özünü göstərən bağırsaq infeksiyalarına yol aça bilər. Əsas səbəb isə suyun içindəki bakteriyalar və viruslardır. Çimərlikdə yaş paltarla uzun müddət qalmaq göbələk infeksiyalarına səbəb olur. Həmçinin çox nadir hallarda bəzi tropik bakteriya və parazitlər də çirkli sulardan keçə bilər. Bu bizdə az rast gəlinir, amma yenə də diqqətli olmaqda fayda var. Əzələ qıcılmaları dənizdə qəfil baş verən, çoxlarını panikaya salan və bəzən təhlükəli ola biləcək hallardan biridir. Bu zaman əzələdə qəfil və şiddətli ağrı, dartılma hissi olur və insan üzməkdə çətinlik çəkir. Bəs bu niyə baş verir? Çox soyuq suya qəfil girmək, yorğun əzələlərlə suya girmək, uzun müddət hərəkətsiz qalmaq və ani hərəkət etmək, qan dövranının zəifləməsi və ya bədəndə duz mineral çatışmazlığı, bunlar hər biri səbəb ola bilər. Belə hallarda nə etməliyik? Panikaya düşmə. Dərindən və yavaş-yavaş nəfəs al. Ayağını düzəldib barmaqlarını özünə tərəf çəkməyə çalış. Bacardıqca suyun üzərində qal. Gərgin əzələni yavaş-yavaş masaj et. Mümkünsə sahilə doğru arxası üstə uzanaraq ayaqlarınla itələnə-itələnə hərəkət et. Edə biləcəyindən əmin deyilsənsə, mütləq kömək istə. Qıcılma bir neçə dəqiqəyə keçə bilər, amma təkrar olma riski də var. Ona görə də bədəninə istirahət vermədən və isinmədən dənizə qayıtma. Bugünlük deyəcəklərim bu qədər. Hər birinizə dəniz sezonunda xoş istirahətlər arzulayıram. Amma təbii ki, dediyim sağlamlıq məsləhətlərini nəzərə alaraq. Növbəti həftə daha maraqlı mövzu ilə yenə qarşınızda olacağam. Haqqında danışmamı istədiyiniz mövzu varsa, rəy bölməsində bildirin. Videonu bəyənib paylaşmağı və kanala abunə olmağı unutmayın. Sağlıqla qalın. Görüşənədək.